Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan məsələlər və misallar mövzusunun izahına baxacağıq. Səhifə 98-dəki suallara. Deyir ki, onlu kəsrlərdə qırmızı ilə işarələnmiş rəqəmin mərtəbə qiymətini müəyyən edin deyir aşağılar. Biz bunu əslində keçdiyimiz şeylərdir uşaqlar. Məsələn, burada biz demişdik buna onda birlər mərtəbəsidir. Bu 3 olacaq nə? Onda birlər mərtəbəsi. Burada bu yüzdə birlər, bu onda birlər idi. Bu da həmçinin yüzdə birlər, bu da onda bir, yüzdə bir, mində birdir. Bu da həmçinin mində birdir. Baxın, onda bir, yüzdə bir, mində bir, 10 mində bir mərtəbəsidir bu. Yəni bu şəkildə baxmalı. Sonra bizə deyir ki, adi kəsiri onlu kəsirə və yaxud da onlu kəsiri adi kəsirə çevir deyil. Məsələn, uşaqlar, onda 23 kəsirini biz necə yazırdıq aşağılar? Demişdik ki, surətdəki ədədi yazırdıq. Burada məxrəcdəki ədəd, yəni 10, 100, 1000 olurdu onlu kəsirlərdə. Sıfırların sayı qədər vergildən sağda qədər ədəd qalır. 2,3 olurdu. Məsələn, %37-ni yazanda nə olurdu aşağılar? 0,37. Məsələn, %7-dir. 10,7 şəklində olacaq. Məsələn, 1000-də 23-dür. Nə olacaq? 0-dan, bu vergildən sonra 3 ədəd olmalıdır. 0, 23 şəklində olacaq. Sonra məsələn, uşaqlar, onlu kəsir adi kəsir çevirmək daha asandır uşaqlar. Baxın, belə bir ədəd verilib də bizə. Mən oxuyana necə oxuyuram? 0,1000-də 41. Baxın, 1000-də 41 şəklində olacaq. Məsələn, 0,10.000-də 39. Yəni 10.000-də 39. Sonra 1,1000-də 15. 1,1000-də 15 şəklində olacaq uşaqlar. Sonra gəldik nəyə? Üçüncü sual. Deyir ki, əvvəlcə kəsiri ixtisar edin, sonra isə onlu kəsirləri onlu kəsir şəklində göstərin deyir aşağı. Biz bunu da bilirik ki, ixtisarı artıq biz də keçmiş uşaqlar, deyil mi? Belə, məsələn, 15-də 6. Hər tərəfi məsələn 3-ə bölərəm uşaqlar. Nə olar? Bura düşər 5, bura düşər 2. Yəni 5-də 2. 5-də 2 kəsirini sonra nəyə gətirməliyəm? Məsələn, 10-a gətirə bilərəm, deyil mi? Hər tərəfini 2-yə vuraq. Neçə oldu? 10-da 4. Yəni 0,4 şəklində olacaq uşaqlar. Məsələn, sonra 35-də 21 kəsir. Məsələn, hər tərəfini 7-yə bölə bilərəm uşaqlar. Bölünər. Bura 5 düşər, bura 3. Yenə də hər tərəfini 2-yə vuracam. Neçə elədi? 10-da 6. Yəni 0,6 şəklində olacaq. Məsələn, 24-də 6 kəsirində. Hər tərəfini 6-ya bölürəm uşaqlar. Nə elədi? 4-də 1. 4-də 1-i də hər tərəfini 25-ə vursam 100-ə gələr, deyil mi aşağılar? %25. Neçə elədi? 0,25 şəklində olacaq. Sonra, baxıb 125-də 15 kəsiri. Hər tərəfini 5-ə bölə bilərəmmi? Bilərik. Gəlin bölək. Bura 25, burada 3. Hər tərəfini 4-ə vursam, burada 100, bura 12. Neçə elədi? 0,12. Sonra 12-də 6 kəsir var uşaqlar. Hər tərəfini 6-ya bölə bilərəmmi? Bəli, ixtisar edəcəm. Bura 2-də 1 elədi. 2-də 1 də hər tərəfini 5-ə vursaq, bu da elədi 10-da 5. 0,5 şəklində alacaq. Sonra buradan 56-da 42. Baxın, indi burada da hər tərəfi məsələn nəyə bölə bilərik? Məsələn, 7-yə bölə bilərik, elə deyilmi? 7-yə bölsək, bura 8, bura 6 oldu. Aha, sonra bir dənə də hər tərəfini 2-yə bölə bilərik uşaqlar. Neçə elədi? Bura 4, bura 3. 4-də 3 kəsirini. Sonra yenə 25-ə vururuq uşaqlar. 100-ə tamamlamaq üçün. Bu da elədi %75. Yəni 0,75 şəklini alacaq uşaqlar. Sonra gəldik 36-da 27 kəsirinə. 36-da 27. Hər tərəfini 9-a bölə bilərəm, elə deyil mi uşaqlar? Bura 4, bura 3. Sonra hər tərəfini də 25-ə vuraram. Neçə elədi? %75. Yəni
0,75 şəklini alacaq uşaqlar. 30'da 12 kəsirini. Mən burada nə edə bilərəm? Hər tərəfi məsələn 6'ya bölərəm. 5'də 2 oldu. Bura 2, burada 2 olacaq. 10'da 4. Yəni 0,4 şəklini alacaq uşaqlar. Sonra gəldik 45'də 36 kəsirinə. Hər tərəfini məsələn 9'a bölə bilərəm, elə deyilmi? Bura 5, bura 4. Sonra hər tərəfini də 2'yə vuracağam. Neçə elədi? 10'da 8. 0,8 şəklini alacaq uşaqlar. Gəldik sonra 40'da 18 kəsirinə. 40'da 18. Məsələn, burada biz hər tərəfini neçəyə bölə bilərik? 2'yə bölsək, bura 9, bura 20 olacaq, elə deyilmi? Hər tərəfini böldüm 2'yə. Sonra buradan da vururam hər tərəfini 5'ə uşaqlar, 100'ə tamamlamaq üçün. 100'də eləyəcək bu 45. Yəni 0,45 şəklini alacaq uşaqlar. Sonra 75'də 6 kəsiri var. 75'də 6. Məsələn, hər tərəfini 3'ə bölə bilərəm. İxtisar edirəm. Bura 2 düşdü, bura 25. Yəni, sonra nə edə bilərəm uşaqlar? Məsələn, 4'ə vuraram hər tərəfini. Neçə elədim? 8. Yəni 0,8 şəklini alacaq. Sonra uşaqlar 40'da 100 ədədi var. Məsələn, bunların hər tərəfini mən neçəyə bölə bilərəm? Məsələn, 20'ye bölə bilərəm, deyil mi? Baxın, hər ikisi 20'ye bölünürmü? Bölünür. Böləyin. Bura elədi 2, bura elədi 5. 2'də 5. Məsələn, mən bu hər tərəfini 5'ə vuracağım ki, nəyə gəlsin? Məxrəci 10 olsun. Baxın, 10'da 25 elədi. Yəni, 2 tam 10'da 5 şəklini aldı. Sonra gəldik 35'də 119. Bu məsələn hər ikisi 7'yə bölünər uşaqlar. Gəlin baxaq, bunu 7'yə bölsəm bura 5. Bunu da 7'yə bölsəm bura bir dəfə düşər. 7, 17 düşdü uşaqlar. Sonra hər tərəfini 2'yə vururam. Neçə elədi? 10'da 34. Yəni 3 tam 10'da 4 şəklini alacaq uşaqlar. Sonra gəldik misal nömrə 4'ə. 4-cü misalda da bizə deyir ki, onlu kəsirləri %1'lərə qədər yuvarlaşdır. Məsələn, bütün ədədlərin gen yuvarlaşdıran 0,515 kəsirini %1'lər burada. Baxın uşaqlar, %1'lərə qədər yuvarlaşdırsaq. Nə oldu? Oldu 0,5, bura 2, burada 0. Yəni mən buna deyə bilərəm ki, 0,52. Sonra 8,889'u yuvarlaşdırıram %1'lərə. Bura qədər olacaq 8,8. Bu 9'a çevriləcək. Burada bir dənə 0. Nə oldu? 8,89. Sonra 9,506. Bura 0 yazsaq. 9,5. Bura 1 oldu. Burada 0'a çevrildi. Yəni 9,51 şəklində olacaq uşaqlar. Sonra gəldik 14,649. Onda birlərə qədər bu olacaq 14,65. Burada 0 oldu. Yəni 14,65. 773,528 ədədi verilib bizə. İndi burada da uşaqlar yenə buradır 73,53. Burada 0'a çeviririk. 0'ı daha yazmıram uşaqlar. Tabii vaxtımız getməsin. Sonra 1,953'dür. Bura qədər yuvarlaşdıranda olacaq 1,96 olacaq. 96 olmayacaq. Səhv dedim. Bu olacaq nə? 95 olaraq qalacaq. Niyə? Bunun sağındakı bu ədəd 5'dən kiçikdir də. Ona görə qalacaq. Sonra gəldi 2,999. Bura qədər yuvarlaşdıranda olacaq 2 tam. Bu 9 uşaqlar. Baxın bir dənə. Belə baxağında məsələ. Bu 9 olduğuna göre bu bir vahid arttı. Bu oldu 10. Burada 0 yazdım. Bu da bir vahid arttı. Onda burada 3 olacaq. Buraların hamısı 0'a çevrilecek. Onda bunun cevabı oldu 3. 3 tam olacaq. Sonra bize deyir ki 10'da birlərə qədər yuvarlaşdı. Gəlin indi keçək B variantına. B variantını yazaq uşaqlar. 10'da birlər deyəndə də 0,505'i bura qədər yuvarlaşdırmalıyım. O da olacaq 0,5 qalanlar 0'a çevrildi. 8,889 ədədini də çevirsə 10'da birlərə kimi.
Baxın buraya qədər olacaq 8 tam onda 9 qalanlar 0-a. Tabi də yazmıram uşaqlar. 9 tam 1506'nı çevirdiğimiz zaman onda birlərə qədər bura qədər olacaq buradan 9 tam onda 5. Sonra 14 tam 649 yani 1649'u buraya kimi çevirsem olacak 14 tam onda 6. Sonra geldik 73 tam 1528'i buraya kadar yuvarlaştırırsak 73 tam onda 5 şeklini alacak uşaqlar. Geldik 1 tam 953 ədədini buraya kadar yuvarlaştırırsak bu olacak. Bak uşaqlar 5'ti. Bu bir vahid artacaq 0 10 olacak. 0 yazacağım. Bu sıfırın da biri buraya gelecek. Buraya 2 olacak. Kalanlar 0'a çevirecek. Yani 2 tam olacak cevabımız uşaqlar. Sonra 2 tam 999'a baxır. Burada da buraya kadar yuvarlaşdıranda bunlar 0'a çevirir. Bu bir vahid artdı 0. Bu da yine 3 oldu bak uşaqlar. 3 kalanlar da 0'a çevirir. Bu şekilde yazır. Sonra diyor ki təkliklər nə qədər yuvarlaşdır deyir aşağılar. Təklik. Gəlin baxaq görək təklik nə qədər yuvarlaşdırsa nə baş verəcək. Məsələn 0 tam 515'tür təklik bura qədər. Nə oldu? Bu 0'da bu 1 oldu. Qalanlar 0'a çeviriyor. 1 tam 0 0 0. Burada 1 tam. Natural ədəd alınacaq uşaqlar burada da həmişə. Çünki artıq onluq hissə 0'a çevriləcəkdir, değil mi? Burada da baxın uşaqlar, bura qədər yuvarlaşdıranda bu 8 olduğuna görə bunun sağındakı ədəd, bu altına xətt düşənin sağındakı ədəd 5'dən böyük olduğuna bu çevriləcək 9 olacaq bu artıq. Burada da baxın 9 tam bura qədər yuvarlaşdıranda bu artıq olacaq 10. Bu 5 bir vahid artasıdır burada 5'e görə. 14 tam 649'da da uşaqlar baxın eyni qaydadır. Yenə də burada bu bir vahid artacaq 14 olacaq 15. Sonra geldik 73 tam 528'de bu da olacak 74 olacak. Sonra 1 tam 953'tür. Burada bir vahid artacak 2 olacak cevabımız. Sonra 2 tam 999'du. Burada kimi yuvarlaşdıranda bu da bir vahid artıb olacak cevabımız 3 uşaqlar. Belə. Sonra geldi uşaqlar biz nəyə? Deyir ki onu kəsilən təklərə qədər yollaşdırmaqla cəmi və ya fərqi təxmini edin və sonra dəqiq hesablama edin. Uşaqlar təkliklərə qədər yollaşdırmaq, bura qədər yollaşdırmalıyıq da birinci. Burada natural ədədlər alınacaq bax uşaqlar. Nə olacaq? Məsələn, bu olacaq uşaqlar 43 tam 5-ci sualda 43 tam %91 oldu. Bunu bura qədər yollaşdıranda olacaq cavabımız 44. Buradan 36 tam %32'ni de bura kadar yuvarlaşdıranda uşaqlar eləcə cevabımız 36. Baxın 44 üstə gəlsin 36. Burada neçə cevabımız 80 eləcək bax uşaqlar. 80. Bu şekilde bakmamız lazım. Mesela burada da bu təkliyə qədər yuvarlaşdıranda 87 tam %23'ü bura kimi yuvarlaşdıranda eləcək 87. 38 tam %94'ü de bura kimi yazılır eləcək 39. Şimdi uşaqlar burada 87'ni 87'den ne çıxmalıyıq? 39. Burası 8 oldu uşaqlar. Burada da 4 48 şeklinde olacak. Mesela burada da 78 tam %18'i bura kadar yollaşdıranda cevabımız 78. 29 tam %92'ni de bura kimi yollaşdırsak eləcək 30. 78'in üstə də 30 gələndə olacaq cevabımız, bu təxmini cevabı təbii ki 108. Aha. Belə. Sonra gəldi uşaqlar biz nəyə? Burada da həmçinin deyir ki 51 tam %9'dur. Bunu da bura kimi yaşanan bu 51 eləyəcək. 20 tam %9'u da yuvarlaşdırsaq cavab eləyəcək 21. 51'den de 21 çıxacağım. Neçə elədi? Elə 30 elədi. Uşaqlar baxın. Gəlin belə eləyək. Təxmini cavablarını aldıq biz. Gəlin yazalım. Burada aldıq 80. Burada aldıq 48. Yox, burada 80 aldıq uşaqlar. Burada 48 aldıq.
48 burada. Burada 108 aldıq. Və burada da en sonunda da 30 aldıq. Gəlin baxaq görək. Şimdi sonra dəqiq hesablayın dedik. Get dəqiq hesablaya baxaq. Biz bunu dəqiq necə hesablayırdıq? Alt hatta yazırdıq uşaqlar. 43'dən %91. Burada 36'dan %32. Bura məsələn 3. Bura 2 oldu. Virgül attım. Bura 0. 80. 80 tam %23. Biz də 80 tam almışdıq. Biraz yaxındır da. Yəni təxmin hesablamamız dəqiq hesablamaya yaxın uşaqlar. Baxın bir dənə. 87'dən %23'dən 38 tam %94'ü çıxıram. Burada 9. Bura elədi 2. Buradan da 1, 12, 6. Burası 8 olacaq. 7, 4. 48 tam %29. Biz də 48 almışdıq. Bax cavabı. Sonra gəldik burada. 78 tam %18. 29 tam %92. Bura 0. Bura 1. Bura 8. Bura 10. Baxın 108 tam %10 aldıq. Yenə də biraz yaxındır da uşaqlar aldığımız cavaba. Sonra gəldik burada da uşaqlar. 51 tam %9. 20 tam onda 9. Burada bir dənə 0 ataram. Bura 9. Bura 1. Bura 0 oldu uşaqlar. Burada 3 ne oldu? 30 tam %19. Görürsünüz təxmini cavablarımız da bizim bu dəqiq cavablarımıza biraz ne oldu? Yaxın oldu. Sonra gəldik nəyə? 6-cı sual deyir ki, uyğunluğu müəyyən edin və növbəti ədədi tapın deyir aşağıda. Baxın burada belə bir nata ədədi kimi baxsaq uşaqlar. Baxın 14, 21, 28, 35 necə artıb aşağıda? Baxın 7 artıb değil mi? Nata ədədi olsaydı. Deməli bu onu kəsən 0,7. 0,7 olaraq artıb. Onda burada hər dəfə üstünə 0,7 gəlməliyəm. Mesela baxın bunlar 7'ye bölünən ədədlər. Bax 14 7'ye bölünür. 21, 28, 35. Sonra içə gəlir 42. Yəni 4,2 sonra 4,9. Bax bu şəkildə baxmaq olar. Baxın burada da azalmaya baxaq. Məsələn nata kimi baxsaq uşaqlar 71, 63, 55. 71'dən 63 çıxandan neçə eləyir aşağılar? Baxaq. 8 eləyir. Değil mi? Sonra baxın 63'dən 8 çıxsam yenə 55. 55'dən 8 çıxsam deməli hamısından 0,8 çıxıbdı. Məsələn 47'dən 8 çıxsam nə eləyər? 35. Yəni 3,5 olacaq. Sonra 35'dən 8 çıxsam nə olacaq məsələn? 27 olacaq değil mi? 2,7 şəklində yaza bilərik suala. İndi baxın burada da biz bunları nəyə çevirməliyik? Gəl onluq kəsir çevirəyin uşaqlar. Mesela bu zaten onluq kəsirdir. 4'də 7'ni çevirməmiz lazım. Hər tərəfini nəyə vurmalıyam? 25'ə. Gəlin vurağım. Bu elədi %5, 175. Yəni 1 tam %75 bu oldu. Bunu çevirəyin aşağılar. Bu elədi 2 tam 4'də 3 değil mi? Bunu eləyirəm mən 4'də 11. Yenə hər tərəfini 25'ə vurmalıyam. Bu da elədi yüzdə neçə eləyir? 25'i vurduq 11'ə. 5, 2, 5, 2. 5, 7, 275. Yəni 2 tam %75. Gəlin indi bunları yazaq aşağıda. Yazırıq. 1 tam %25 yazıram. 1 tam %75. Sonra gəlir 2 tam %25 sonra gəlir 2 tam %75 gəlir aşağıda. İndi baxın mən burada baxın 25 sonra 75 sonra 2 tam gəlibdir değil mi? Hər dəfə məsələn neçə dəfə artıq gəlin bu artmağına baxaq. Atmağa baxsaq görək nəsə olarmı? Gəlin bu bölünən içini çıxarın aşağıda. 1 tam %75'dən 1 tam %25 çıxanda burası 0,5 0,5 oldu. Bəs bundan bunu çıxsaq bəs amma 0,5 almayacaq çox yəqin ki burada. 0,5 0,5. Baxın hamısı 0,5 olacaq. Baxın 2 tam %75'dən də 2 tam %25'i çıxsam 0,5 0. Hamısı 0,5 vahid artıb bax uşaqlar. Onda mən ən sonuncu ədədin üstünə 0,5 gələcəm. 5, 2, 3. Nə oldu? 3 tam %25. Sonra yenə də 3 tam %25'in üstünə gəlməliyəm. 0,5. 5, 7, 3. 3 tam
%75 şəklini alacaq. Bu şəkildə olmalıdır uşaqlar. Deyir ki, kartları orada yazılmış ədədlərin atma sırası ilə düzün və alınan sözü oxuyun deyir aşağıda. İndi biz burada nə etməliyik? Biz artan sırayla yazmalıyıq uşaqlar. Ən birinci ədədimiz hansı olacaq? Gəlin buradan baxalım belə. Ən birinci ədədimiz böyüdürəm biraz. Uşaqlar baxın, indi biz burada vergüldən sonra çoxsunda 3 ədəd var. Məsələn 4 ədəd var da, 4. Gəlin hamısını 4-ə tamamlayalım. Yəni sıfırla əlavə eləyə bilərəm də. Belə sıfırla əlavə eləyirəm burada bir dənə. Burada 3 dənə sıfır alacağım. Baxın aşağılar. Bu 200-də vergüldən sonra bu 280-dir. Elə deyil mi? Burada 4 dənə əlavə elədim, değil mi? 2000. İndi baxın, mən bu ədədləri belə yazacağım. Baxaq ki, hansı böyükdür, hansı ki, gəlin biz buradan yazalım. Baxın 0 tam. Belə yazıram. Vergül əlavə elədim ki, sayımız eyni olsun da. Bu belə. Bu da belə. Bir dənə də belə. Uşaqlar, biz burada tam hissələri eynidir. Biz baxmalıyıq şeyə. Onda birlər mərtəbəsinə baxın. Onda birlər mərtəbəsinə baxanda çox şey aydın olur. Baxın aşağılar. Ən böyüyü hansı olur? Hə, ən böyüyü budur. Bax, birinci bunu yazmalıyam. Ən böyük. Sonra bax, ikinci böyüyü tapa bilmirəm də belə olanda. İndi gəlin keçəyin %1'lər mərtəbəsi. Məsələn, bura baxdığım zaman %1'lərə ikinci böyüyümüz hansı olur? 8 olan. Bax, bu. Bu ikincidir. Oldu. %1'lər mərtəbəsinə baxdığım zaman. İndi sonra isə gəldim mində birlər mərtəbəsinə baxdığımız zaman burada da artıq hansılar gedib aşağılar? Bax, bu gedib. Bir də bu gedib, elə deyilmi? Mən burada nə səhv yazmışam? Bunu yazmamışam deyəsən, yoxsa? Hə, yazmışam. Bura birinci, buna yazdım, səhv yazdım da ama yerlərini dəyişdirmişəm. Niye belə elədim? Birinci bu olmalıydı uşaqlar. İkinci bu olmalıydı. Baxın burada belə baxırıq da uşaqlar. Baxın bir dənə indi. Bax, onda birlər mərtəbəsi burada 2 dayanıbdır. Burada 1 dayanıb. Deməli bu ən böyüyüdür. Sonra gəldik %1'lər mərtəbəsinə. Baxın burada 8 dayanıb. İkinci bu olacaq. Elə deyil mi? Burada bir ədədi yazmamışam da. Deyirəm axı. Bunu yazmamışam uşaqlar. Bu ise buranı yazmam lazım idi. Neyse. Baxaq görə bura. Əslində mən buraya yazmam. Gəl altdan yazalım onu. 0 tam bu şəkildə. Və ikinci ən böyüyümüz olacaq bu. Aysa. Sonra gəldik nəyə? Gəldik o bir hissə %1'lər mərtəbəsinə baxdığımız zaman bu hissəyə. Bunlar ən böyük hansı olur? 8 olan olacaq. Bax uşaqlar. Sonra burada mində birlər mərtəbəsi 9'dur. Hə, sonra gələcək bu üçüncü, bu gələcək. Sonra gələcək uşaqlar dördüncü bu, dördüncü bu, beşinci bu, altıncı da bu. Gəlin yazaq baxaq görə. Alınan söz z alındı. İkinci i, üçüncü t, dördüncü r, sonra 5 b, altıncı da e. Belə bir şey oldu uşaqlar. İnşallah ki burada nəyi səhv eləmədik biz. Bir daha baxacağım uşaqlar. Bir daha baxım, elə buradanca baxacağım. Biz bura sıfırları əlavə elədik də. Bir dənə 0, 2 dənə 0, bura bir dənə. Ən böyük dedik ki bu olacaq. Bəli, sonra bu olmalıdır. Sonra bu olmalıdır. Sonra bu. Yox, bu yox, bu olmalıdır. Sonra bu, sonra bu. Sonra bu oldu. Sonra da bu. Z, i, t, r, e. Aha, belə oldu uşaqlar. Belə. Bu şəkildə olmalıdır. Sonra gəldi nəyə?
Gəldik 8-ci suala uşaqlar. Deyir ki bizə 8-ci sualda nə deyir? Vermiş onun kəsirlərinin 2də 1-dən böyük, 4də 3-dən kiçik olanları seçin. Artan sıra ilə düzün deyir aşağı. Burada nə etməliyik biz uşaqlar? Baxın bu 2də 1 ilə 4də 3-ü nəyə gətirməliyik? Onlu kəsirlərə gətirməliyik. Bu elədir %5. Yəni 0,5 olacaq. 4də 3-ü də hər tərəfini 25-ə vururam. Neçə oldu? %75. Yəni 0,75. Buna 0 əlavə. Yəni 0,50 ilə 0,75 arasında yerləşən ədədlər hansılardır uşaqlar? Baxın. Bu 8 olan təbii ki yerləşməz. 49 olan da yerləşməz uşaqlar. Baxın qalanlar yerləşəcək. Gəlin bunları yazalım. 0,63, 0,77, 0,563, 0,751, 0,7 və bir də 0,505 şəklində. Şimdi biz bunu artan sıraya düzməliyik. Artan sırayla ən kiçiyi bu 505 olacaq uşaqlar. Ən kiçiyi. Birinci bu olacaq. Sonra ikinci gələcək bu. Üçüncü bu olacaq uşaqlar. Sonra bu dördüncü, beşinci və altıncı şəklində olacaq uşaqlar. Belə. Sonra gəldik 9-cu sıraya. Verilmiş ədədləri artan sırayla düzün deyir uşaqlar. Biz indi burada məsələn belə baxdığımız zaman necə eləyə bilərik biz bunu? Deyir ki bizə 3də 2, 6da 5, 3də 5. Bunu da gəlin kəsrə çevirəndə uşaqlar. Məsələn bu da 10da 7 deməkdir uşaqlar. Baxın 3-ə, 6-ya, 3-ə, bu 3-dür, 6-da 3-dür. Ona da biz əköb tapmalıyıq da. Hər birinə bölünən nə ola bilər uşaqlar? Məsələn 30 ədədi. Hər birinin məxrəcini gəlin 30-a gətirək. Bu məsələn 3də 2-ni 30-a gətirmək üçün nə etməliyəm? Hər tərəfini 10-a vurmalıyam uşaqlar. Bu elədir 30-da 20. Sonra 6-da 5-i 30-a gətirmək üçün hər tərəfini nəyə vuraram? 5-ə. Elədir 30-da 25. 3-də 5-i hər tərəfini 30-a gətirmək üçün məxrəcini hər tərəfini 10-a vuraram. 30-da 50. Sonra 10-da 7-ni də hər tərəfini 3-ə vuraram. 30-da 21. İndi belə baxdığımız zaman uşaqlar deyir ki artıran sırayla düzün. Ən kiçik hansı olur? Məxrəci ən kiçik olan kiçik olacaq. Birinci bu. Sonra birinci bu olur təbii ki uşaqlar. İkinci bu. Üçüncü bu və dördüncü də bu olacaq uşaqlar. Bu şəkildə qeyd etməliyik uşaqlar. Sonra gəldik bax bura. Burada uşaqlar bax hamısı onu kəsrə gətirmiyor. Burada olmurdu uşaqlar. Məsələn 3-ü də 6-nı da biz 10-a 100-ə 1000-ə gətirə bilmirik uşaqlar. Amma burada gətirə biləcəyik uşaqlar. Baxın B variantında məsələn mən 8-də 3-ü hər tərəfini 125-ə vura bilərəm. Neçə olacaq burada? Burada eləcək 1000. Burada da 5, 7, 375. Yəni 0,1000-də 375. Burada da uşaqlar baxın 0,37-dir. Yəni 370-də yaza bilərik. Sonra buradan bu ikincidir, bu birinci idi. Baxın bu birinci, bu ikincini yazdım. Bu 5-də 4-də hər tərəfini 2-yə vuraram. Neçə elədi? Bu 10-da 8. Bu da elədi. Üçüncüsü də elədi. 0,10-da 8 aşağı. Burada bir dənə sıfırlar artırıram. Belə. O birisi dördüncüsü də uşaqlar 0,400-dür uşaqlar. İndi baxın ən kiçik ədədimiz olacaq bu. 350. Belə baxa bilərik. Vergüldən sonra hərəkət edə baxın bu 375-dir, bu 370-dir, bu 800-dür, bu 400. Təbii ki ən birinci bu. Sonra bu. Sonra bu gələcək uşaqlar. Ən sonda da ən böyüyü də bu olacaq. Artan sayıyla yazdığımız zaman. Burada uşaqlar baxın C variantında da mən bunu onlu kəsirə çevirə bilərəm. Bu ikisini. Çevirəyin aşağı. Bu 1 tam %99 bu olubdur. Baxın bu 4-də 6-nın hər tərəfini 25-ə vuracaq. Neçə elədi? 100-də burası 0, 150 oldu. Yəni uşaqlar baxın 1 tam %50 oldu. İkinci ədədimiz. Bu elə 2-dir. 2 tam 0, 0 yazacağım. Yaza bilərəmmi? Bəli. 5-də 11-i də hər tərəfini 2-yə vursam uşaqlar. Elədi 10-da 22. Bu da elədi 2 tam 10-da 2. Bunu da belə 0 yazıram.
İndi biz artan sayı düz dediğinde en küçüğü bu olacak. Sonra bu. Sonra üçüncü bu olacak. Bir de dördüncü de bu şekilde olacak uşaqlar. Deyir ki əvvəl təxmin etməklə sonra isə hesablamakla müqayisə edin deyir uşaqlar. Təxmin necə edə bilərik? Uşaqlar baxın gəlin tam hissələrinə baxın. Mən deyirəm ki bunu təkliklərinə qədər yuvarlaşdıraq. Burada 5 olacaq, burada 2. 2 də mi olacaq? Məsələn 5 çıxılsın 2. Nə oldu cavab? Burada 3 deyirəm təxmini. Burada 1, burada da məsələn 1. 1 ilə 1 toplayanda nə oldu? 2. Deyirəm ki bu 3 olan daha böyükdür. Mən belə düşünürəm. İndi gəlin baxaq görək düz fikirləşmişikmi? 5 tam %2, 1 tam %95. Bura eləcək 7, bura 0, bura 3, 3 tam %7 bu elədir aşağılar. Biz ama 3 almıştık. Sonra 1 tam %17, burada 0 tam 83. Bura toplamalıyam. Bura 0, bura 0, burada neçə gəldi? 2. Hə, buranı da 2 almışdıq təxminən. Baxın uşaqlar, 1 oldu, 3 tam %7, 1 oldu 2. Təbii ki 3 tam %7 ödədi, böyük oldu değil mi? Hə, bizim də təxmini hesablamamız hardasa doğru oldu. İndi gəlin bunu, yəni də bunu bura qədər yuvarlaşdıranda, burası 0 eləyəcək. Bunu da bura qədər yuvarlaşdıranda, burada 0 eləyəcək. 0-dan da 0 toplayanda 0 tam elədi bu. İndi bura baxın, bunu bura qədər yuvarlaşdırıb 2 eləyir. 4-dən də 2 çıxsan bura 2. Deyirəm ki, bura böyükdür. İndi gəlin baxaq görə düz deyirikmi? 0 tam, 1000-də 13, 0 tam, 1000-də 80, bura elədi 5, bura 2 elədi, bura 9 elədi, bura 0. Təxminən 0 tam neçəsi aldı? İndi bu 4-dən çıxmalı. 4-dən çıxanda uşaqlar bura 0'lar atıram. 1 tam %97 oldu uşaqlar. Bura 3, bura 0, bura 2, 2 tam %3. Biz də təxminən 2 almışdıq və doğrudur uşaqlar. Təxminimiz də doğru oldu. Yenə də uşaqlar baxın təkliklərinə qədər yuvarlaşdıranda bura 4, buna 3 oldu. 4-dən 3 çıxanda 1 elədi burada. Burada 0, burada da 0. Hə, 1 olan daha böyük olmalıdır. Gəlin baxaq görək. 4 tam 1037, bura 2 tam 999, bura 8, bura 3. Aha, burada 0 elədi uşaqlar. Burada da 1. 1 tam %1000-də 38. Burada 0 tam %1. Burada 0 tam 0, 0, 9. Burada 0. Bura 1 elədi. Bura 0, bura 0. Burada 0, 0 tam 1000'də 1. Təbii ki bu böyük oldu uşaqlar. Bu şekilde tapdıq. Gəldik sonra bu sualdır ki boş xanaya uyğun ədədi şifahi şəkildə yazın. Uşaqlar baxın bunu necə şifahi edə bilərik? Bax bu 0,4 onda birlər mərtəbəsində durur. Bu yüzdə birlər, bu da mində birlər. Mən 20 ilə 3'ü toplayaram. Elədi 23. Sonra uşaqlar deməli bax bu onda birlər mərtəbəsidir. Bu onda birlər, bu yüzdə birlər, bu mində birlər. Onda mən bax onda birlər mərtəbəsində bu 4'ü, yüzdə birlər mərtəbəsində bu 1'i, mində birlər mərtəbəsində bunu yaza bilərəm. Ha niyə belə olur müəllim? Desəniz uşaqlar, gəlin baxın toplayın istəsəz. Yəni eyni şey alınacaq, həqiqətən də gəlin. Məsələn mən bunları toplayıram. Baxın 0,4, 0 tam %1, 0 tam mində 8. Baxın bunlara da sıfırlar əlavə edirəm uşaqlar. Gəlin toplayaq. 8, 1, 4, 0. 0 tam mində 408 alındı mı uşaqlar? İndi mən 20'nin üstünə gəlməliyəm. 20'nin üstünə 23. İndi mən 23 ilə bunu toplamalıyam. Bax 0, 0, 0 oldu. Burada elədi 0 tam 418. Toplayanda 8, 1, 4, 3, 2. 23'ten 1000'də 418 alındı mı? Bəli. Yəni bu şəkildə yaza bilərik uşaqlar. Sonra baxın, burada da eyni qaydadır. İndi baxın, bax bu təklikdir, bu onluqdur. Yəni 46. İndi baxın, onda birlər mərtəbəsində durub neçə? Durub 8. İndi yüzdə birlər mərtəbəsində gəl buradan baxaq da, onda birlər 107. Deməli burada nə olmalımış? 0 tam %7 olmalımış uşaqlar. Hə, buranı 7 yazdım. Burada mində birlər mərtəbəsi 3. Baxın bu şəkildə olmalıdır uşaqlar. Uşaqlar, bugünlük bu qədər. Mən daha o bir hissəni izah etmirəm. Sizin üçün də çox yorucu olmasın. Növbəti hissəni isə inşallah növbəti gün paylaşacağım uşaqlar. Ümid edirik ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun. Növbəti videolarda görüşmək ümidilə.